mən də istifadə edirəm. Birinci pato ilə başlamışam çəkməyə. Sonra başladım kol istifadə elədim, çəkdim. Gördüm xeyri yoxdur, ağrılarım dayanmır. Başladım təzədən iynə vurdum. Dəmir zad yığıb satırdım. Dostlarımla gedirdik, işə işləyirdik. Satırdıq, gedirdik, alırdıq, istifadə edirdik. İranlı vasitəsi ilə artdırırdım, gedirdim, götürürdüm, istifadə edirdim. %23 yaşım var. 13 yaşında atamı itirmişəm. Atamı itirəndən sonra mən başladım boşluğa düşdüm. Öz qərarlarımı özüm verirdim. Başladım uşaqlara qoşulmağa, içki içməyə, yüngül çəkməyə. Elə oturdum mən narkotikə. Narkotik oturandan sonra narkotikin mənə verdiyi fəsad oldu ki, mənim planlarım, məqsədlərim vardı, onlar məhv oldu hamısı. Narkotikə qolumu itirdim deyə arzularım məhv oldu. Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 42.165 nəfərdir. Bu ötən ilin rəsmi statistikasıdır. Amma nəzərə alsaq ki, narkotik istifadəçilərinin heç də hamısı qeydiyyatda deyil. O zaman bu rəqəmin daha böyük olduğu şübhə doğurmur. Məktəbdə oxuyan vaxtlardan yaşım az olanda yüngül narkotiklə tanış olmuşam. Getdikcə həmin o yüngül narkotiki, ağır narkotiklə, dərman preparatlarla, psixoaktiv dərmanlarla, sonra da keçmişəm ağır narkotikə, ən sonra da damar daxili istifadəyə başladım. Bir də arxaya baxdım ki, elə birinci dəfə istifadə elədiyim gün mən itirdim də, yəni. Hər şey öz-özümə sual verdim ki, yəni, bu nə idi? Amma peşmançılıq gəldi gəlməyinə, amma nə qədər də peşmançılıq olsa, özümə bir dənə də bir şey qoymuşdum ki, başımda. Demişdim ki, bir dənə onun dadına baxım, damar daxili istifadən. Mən bir də eləmərəm. Amma ondan sonra, yəni, nə bir dəfə, düz 2023-cü ilin aprel ayının 12-sinə kimi mən aktiv istifadədə oldum. Narkotik istifadə eləmişəm. Məktəb vaxtı başlamışam. Eləmişəm bir siqaret kimi bir şeylə siqaret başlamışam çəkməyə. Çəkmişəm, ilk dəfə çəkəndə onu başım gicəllənir, bir də ayılım görmüş ki, yerdəyəm. Həyatda hər şey itirmişəm. Məsələn, yaxınlarımı itirdim, məsələn, anamı, atamı, qardaşlarımı. Əsas mən hər şey bir yana, əsas anam idi. Həmişə deyirik ki, eləmə gedən var. Çox şeyim də, nə edeyim məsəl üçün, nəyim var itirilmişəm də narkotikdə. Hər hekayə fərqli başlaya bilər, amma son mütləq eynidir. Dünyada narkotik vasitələrdən istifadə